Sevgili dostum, bayram günləri bitdi və yenidən işə qayıtdıq. Amma bu günə necə başladın? Yorğun və istəksiz, yoxsa yeni fürsətlərə açıq bir ruh halında? Sənin bugün necə hiss etməyin işinin necə gedəcəyini müəyyən edəcək. Əgər təəssüf və sıxıntı içində yenə də iş başladı deyirsənsə, gün boyu yorğun və sıxılmış özünü hiss edə bilərsən. Eyni zamanda bugün yeni fürsətlər gətirir. Bugünü daha dəyərli necə edə bilərəm? Daha çox uğur qazanmaq üçün bugün nələr edə bilərəm? Hansı fürsətlərin fərqində ola bilərəm deyə düşüncələr içində olsan, beynin səni daha motivasiyalı və enerji hiss etməyinə səbəb ola bilər. İndi bir seçim et. Bugünü fürsət kimi gör, pozitiv düşüncələrlə işə başla. Mən işimi sevərək edirəm və uğur qazanıram kimi düşüncələr içində ol və ruh halının necə dəyişdiyinin fərqində ola bilərsən. İndi dur ayağa, hərəkətə keç, bir üzündə bir təbəssüm, dərinə nəfəs al, nəfəsin fərqində ol və bu günü ən yaxşı şəkildə dəyərləndir. Uğur olsun.